13-19 iyul və əqrəblə davam edirik. Həftəlik bürclər. Bu həftə əqrəblərlə başlayırıq. Şans, təhsil, xarici dövlətlərə əlaqə, xaricdən xəbər, xaricdən gələn qonaq, sonra dinə qarşı olan inanclarınız, ədalət sistemi qurulur. Bəli, və yaxud da çoxdan daxilinizdə qalmış, etməyə gücünüz olmayan və yaxud da eləməyi bacarmadığınız bəzi şeylər həyata keçirmək üçün gözəl fürsətlər qapınızı döyəcək. Hissləriniz çox güclüdür, çox qüvvətlidir. İş, karyera söhbətləri uğurludur və bu həftə siz çox xoşbəxtəm və bu il karyeramı qururam deyəcəksiniz. Ox atanla davam edirik. Bu həftə gözəl bir həftədir. Bugün olan yeni ay, xərçəngdə olan yeni ay sizə də təsirlərini göstərəcək. Özünüz, yəni bir dəyişim, dönüşüm dövrü başlayır. Dərinləşəcəksiniz. Ortaq gəlirlərdə, bəlkə də bilməm, kredit və bir çox sığorta vergi söhbətləriniz həqiqətən yarımçıq qalmış və sizi hardasa bloklandığınız sahələrdə tamamlanacaqsınız və fürsətlər yaranacaq. Ciddi dəyişikliklər olacaq. Fərqində olacaqsınız, güclənirsiniz və bu həftə sakit olmalısınız və xərclərinizə diqqət eləməlisiniz, büdcənizi qurmalısınız. Bu həftə əslində yeriyən bolluq və bərəkət mən elə özüməm deyərək gəzsəz yaxşıdır. Çünki bu son həftələr sizin vəziyyətiniz maddiyyat olaraq düzələcək və irəliyə doğru gedəcək. Bəli, oğlaqlarla davam edirik. Bu həftə münasibətləriniz, ortaq girdiyiniz işlər və kimlə əlaqədə olursunuzsa, işlə bağlı, sevgi ilə bağlı bu insanlarla gündəmdə olacaqsınız. Çünki fürsətlər gələcək qarşınıza, o fürsətləri dəyərləndirin. Oğlaq həm iş sferasında, həm doğmaları arasında həqiqətən yeni bir münasibətin də başlanması seçiləcək. İşdə də yeni bir özünüzə sabit gəlir gətirən bir işin başlanğıcında da ola bilərsiniz. Bəzilərinizdə darıxma hissi ola bilər, uzun müddətdən bu yana qalan bəzi insanları üçün darıxa bilərsiniz və yaxud da onları gedib görə bilərsiniz. Amma bu həftə ən çox sevənəm və sevilənəm deyərək daha qürrəli gəzəcəksiniz, daha qürurlu olacaqsınız. Oğlaq artıq karyerasının qurmasının vaxtıdır və zəhmətkeş və işgüzar olan oğlaqlar bunun meyvələrini də toplamasının zamanıdır. Hamınız uğurlu, ruzlu və bərəkətli olsun inşallah. Dolçalarla davam edirik. Bu həftə gözəl bilirsiniz, yeni ayımız var. Karmik proseslər var. Bəzi işlər var ki, keçmişdə etdiyiniz, bəlkə onlar yenidən üzə çıxa bilər. O karmaların ödəniş vaxtıdır. İş, rəqabət, sağlamlıq üzrə pozitiv prosesləriniz olacaq və sağlamlıqla bağlı özünüzə diqqət edin. Yəni, yaxşı mənada yaxşı da cavablarını alacaqsınız. Uzun müddət əgər özünüzü qoruyursunuzsa və yaxud da bəzi prosedurlar edirsinizsə və yaxud da öz sağlamlığınız üçün nəsə addımlar atırsınızsa, həqiqətən onların yaxşı hisslərini yaşayacaqsınız. Sakit və gizli qaldığı bəzi mövzular var ki, sakit qalmalısınız və gizli şəkildə o mövzuları özünüz həll eləməlisiniz. Bu sevgiyə də aid ola bilər, işə də aid ola bilər. Qarşınıza doğru fürsətlər çıxana qədər gözləyin, tələsməyin. Eləcə də doğru insanlar. Balıqlarla da, balıq 12 bürcün sonu və sonun başlanğıcı. Əksik qalan hissələriniz, yəni yarımçıq qalmış işləriniz, insanlarınız tamamlanma olmalıdır, güncəllənmə olmalıdır. Bir yerlərdə yarımçıq qalan bütün mövzular öz həllini tapmalıdır. Şanslarınız var. Bu ay ümumiyyətlə var. Pozitiv olun ki, zaten pozitivlik sizin gücünüzdür və sizin gücünüz pozitivlikdən gəlir. Möcüzələr mənimlədir deyərək davam edirik. Yeni fürsət və şanslar var. Yeni fikirləriniz var. O fikirlər hələ ki çox cüzi, zəif görsənə bilər, amma bilirsiniz, balıq rejimi sevir və davamlı sürətdə rejimli şəkildə işlədiyiniz və düşündüyünüz sürəcə onun nəticələrini, meyvələrini alacaqsınız. Ailə zəminində bağlarınızı gücləndirirsiniz. Keçmişdən gələn bütün yarı-yarımçıq işlərin və hadisələrin nöqtələrini artıq qoymaq zamanıdır. Merkur retrosu biraz balığa durğunluq verir. Özdə xərçəng bölgüsündədirsə ümumiyyətlə. İşlər yavaş gedirmiş kimi görsənə bilər. Amma nəticə gözəl olacaq. Nəticəniz xeyirli uğurlu olsun.